Mən buradan xanım Mehriban Əliyevə səslənirəm. Xanım Mehriban Əliyevə. 2016-cı ildə çıxışınızda da dediniz ki, qazilər mənim qardaşımdır. Və sənin qardaşın mümkün gün bu metronun qabağında dilənir. Bacı kimi sən niyə görməli? Niyə bir baxmalı? Niyə kömək eləməm? Bizi qoyubsan bu nazirin əlində. Mən narkoman döyəm, dəlisək döyəm. Mən haqqım üçün, balamın çörəyi üçün, mənim pensiyamı niyə kəsiblər? Və yaxud da kəsiblər, Allah balasını ölsün o kəsənin. Onların da balası zərər qalsın, it kimi olasın. İt kimi olar. Onlarda kişilik qeyrət var mı? Qazinin, veteranın puluna kim ki göz tikir, onların qeyrəti yoxdur, namusu yoxdur. Nə qədər olar, eləcə çəkiş eləyir. Özümüz deyib, özümüz deyib. Bir də bu tifarca da işdir. O gün mən baxıram, bir məmur tutublar, 77 sənə bunun saxladığı üzvan fahişəsi var. Aya, bizim pullar gör kimlər axır, ha kişi. Kimi kimlə xoşu gəlir, katibəsinə vəzifə verir. Kim kimlə xoşu gəlir, aparır, ona ev alır. Nə bilim, nə arır. Pullarda qeyrət var mı, papaq var mı? Sənin qazin, veteranın dilənibdir. 6 deyim növbəsi, evimi niyə vermirsən? Bu sosial müdafiə